Salam, nihayət ki, birinci hissə mövzularını bitirdik. İkinci hissədə keçdik və ikinci hissənin ilk mövzusu olan elektrik yükünün MHM-də test 1 suallarına baxırıq. Sual 1-də X, Y, Z cisimlərinin yükləri qrafikdə verilmişdir. Baxırıq ki, X-də müsbət yükün mənfi yükdən daha böyükdür. Y-də hər ikisi bir-birinə bərabərdir, yəni neytraldır. Z-də isə mənfi yük müsbətdən böyükdür. İndi sual 1-də X-in elektrik yükünün işarəsi müsbətdir. Bəli, müsbət daha böyükdür. İkincidə Y neytraldır, o da doğrudur. 3-də X ilə Z bir-birini cəzb edər. Baxırıq ki, X müsbətdir, Z mənfidirsə, əks işarəlidir. Doğrudan da bir-birlərini cəzb edərlər. Cavab da oldu 3-ü də Y variantı. İkinci sual. K cisminin, deməli, müsbət Q yüklü K cismi, yəni K cismi müsbətdir. K-nı harda görsək müsbət yazırıq. Davam eləyək. Baxıram ki, K cismi L cismini cəzb edir. Nə zaman onlar bir-birlərini cəzb edərlər? Əks işarəli olarsa, yəni K müsbətdirsə, L mənfi olmalıdır ki, cəzb etsin. Gəlirik digər tərəfdə. Burada isə itələyir. Deməli, burada eyni işarələr imiş ki, itələyibdir. O zaman L mənfi, M isə müsbət olacaq. 1 və 2-nin olduğu D variantı. Üçüncü sualda elektrik yükü mənfi 9 olan yağ damcısını işıqlandırdıqda 2 elektron itirir. Elektron nədir? Mənfidir. Mənfi 9-dan mənfi 2-sini çıxardıq, götürdük. Yerdə nə qalacaq? Mənfi 7. Bu da elədi A variantı. Dördüncü sualda elektrik yükü 12 olan yağ damcısı əlavə olaraq 3 elektron alır. 12 var idi, 3 dənə də elektron aldı. Elektron nə idi? Mənfi idi. 12-nin üzərinə mənfi 3 gəlirik. Cavab nə elədi? Müsbət 9. Beşinci sualda aşağıda verilən fikirlərdən hansıları doğrudur? Birincidə proton sayı ilə elektron sayı bərabər olan atom neytraldır. Bəli, doğrudan da protonla elektron bərabərdirsə, bu neytral olmuş olacaq. İkincidə, yalnız protonlardan ibarət atom müsbət iondur. Deməli, müsbət ion nə deməkdir? Ümumiyyətlə, ion nədir? Yəni, həm müsbəti var, həm də mənfisi var. Müsbət ion deyirsə, yəni müsbətin sayı mənfidən çoxdur. Bizə isə deyir, yalnız protonlardan ibarət, yəni içində elektron yoxdur. O zaman bunlar bir-birini təksib eləyir. Yalnız protonlardan ibarət nədir? İon nədir? Ona görə ikini doğru götürə bilmirik. 3-də yalnız elektronlardan ibarət atom mənfi iondur. Yenə də baxın, mənfi ion nə deməkdir? İçində müsbət də olur, mənfi də olur. Sadəcə mənfi üstünlük təşkil edir. Bizə isə deyir, yalnız elektrondur, müsbət yoxdur. Ona görə 3-ü də doğru götürə bilmirik. Ancaq birin olduğunu doğru götürürük. Bu da A variantı. Altıncı sualda bir cins K, L, M kürələri neytraldır. Kürələr şəkildəki kimi yerləşdirilərək K kürəsinə yüklü cisim yaxınlaşdırılır. Baxıram ki, baxın, bu əldəki cisim oldu mənfi. Bu mənfidirsə, deməli, buradan mənfiləri qovacaq kənara, müsbətləri özünə gətirəcək. Həmçinin digər ikinci kürədə də burada bu mənfilər varmı? Bu tərəf müsbət olur, bu tərəf mənfi olur. Eyni şey sona qədər təkrarlanır, gördünüzmü? İndi bizdən soruşur hansını? L ilə M-i, son iki dənəni. İndi L-ə baxaq. L-in sol tərəfi, ümumiyyətlə hər ikisində sol tərəf müsbət, sağ tərəf mənfidir. Ona görə A variantını silirik, B-ni də silirik. C-də ümumiyyətlə hər ikisi müsbətdir, heç ola bilməz. D-də də həmçinin bir dənə yerdə qaldı Y variantı. Hansı ki, sağ tərəf mənfidir, sol tərəf müsbətdir. Yediyə baxırıq. Baxın, bizə deyir, yüklü K kürəsi, biznes bir K kürəsi var. Yəni, bu yüklüdür, ya müsbətdir, ya mənfidir, fərqi yoxdur, yüklüdür. Və keçirici yüksüz X, Y, Z kürələri var. Bunlar isə neytraldır.
eynidir. İndi variantlara baxaq. Gəlin elə burada variantlardan giriş edək. Bizdən x, y, z-i soruşursa. Bax, məsələn, D variantı üçün gəlin baxaq. D variantı üçün deyir ki, bu ikisi müsbətdir. Bunun olma ehtimalı hal-hazırda yoxdur. Niyə? Çünki əgər bunlar ikisi də eyni işarəli olsaydı, bir-birini itələyərdi. Yəni, bu qədər yapışmazdı, aralanardılar bir-birlərindən. Ona görə D variantının olma ehtimalı getdi. Sonra bu da deyil. Növbəti D variantına baxaq. Yəqin ki, biri Y-dir. Y variantında baxırıq ki, yenə bunlar ikisi də eynidir. Yenə bunlar nə etməli idi? Əgər ikisi də mənfi olsa, bir-birlərini itələməli idilər. Ki, bunun da olma ehtimalı yoxdur. Bunlar itələnməyib, rahat şəkildə durublar. Sonra gəlirik nəyə? Bax, məsələn, A variantına. A variantında burada müsbət, burada müsbət, bura 0 olsa nə baş verər? Onsuz da ortada neytraldır, düzdürmü? Bunlar ən azından, bax, bu ikisi kənarda olsa da bir-birlərini itələyər axı. Az da olsa biri bu tərəfə, biri də bu tərəfə doğru itələnmiş olarlar. Düzdürmü? Görürsünüzmü? Az da olsa biraz yapışmaz da ən azından bir-birinə uzaqlaşarlar. Həmçinin, bax, B-də də bunlar ikisi də eyni işarəlidir, bir-birlərini itələyərlər. Ancaq indi gəlin C-yə baxaq. C-də bax, ortanı 0 götürdük. Bura müsbət, bura mənfidirsə, bir-birlərini neynəyərlər? Cəzb eləyərlər. Ona görə görürsünüz, rahat şəkildə bir-birinə bitişiblər. Bir-birlərini cəzb eləyirlər axı bunlar. Ona görə ən uyğun variant hal-hazırda C kimi görsənir. 8-ə baxırıq. Mənfi yüklü P kürəsi neytral çubuğa şəkildəki kimi yaxınlaşdırıldıqda çubuğun K, L və M hissələrində yükün miqdarı bu cür olur. İndi bizdən nəyi soruşur? Qoy görək. Buna əsasən modulca bu yüklər üçün aşağıdakılardan hansı doğrudur? Mənfi yük P kürəsi neytral çubuğa şəkildəki kimi yaxınlaşdırılırsa. Baxaq. Bax, burada mənfi varsa, deməli K müsbət olacaq. K-nın yanında, bax, buradakı L mənfi, burada da müsbət. Düzdürmü? Onda nə edirik? K ilə M bir-birinə bərabərdir və müsbət olduqları üçün bunlar L-dən böyükdür. K və M böyükdür L-dən. Baxaq, böyükdür L-dən hansı variantdır? C variantı. 9-a baxırıq. Şəkildə verilən R radiuslu P kürəsinin yükü 10. İçi boş 4R radiuslu R kürəsi isə neytraldır. P kürəsi R-in daxilinə toxundurub çıxarıldıqdan sonra, baxın, əgər bir kürə digərinin problem yarandı burada. Əgər bir kürə digərinin daxilinə toxundurub kənara qoysaq, onun yükü sıfırlanır. Elə fərz edək ki, bunu gətirdik, toxundurduq bura, çıxardıq. Onun yükü sıfırlanacaq, yəni P 0 olacaq. Bu belə. Və bütün yükünü verdi nəyə? R-ə. Bunun yükü nə qədərdir? Mənfi 10-dur. Və salam, hamısını vermiş olacaq R-ə. Yəni, böyük kürəyə. Bu da oldu. Birinin 0, birinin 10 olduğu D variantı. Bunu qayda olaraq yadınızda saxlayın ki, yəni bir kürənin daxildən toxundusa, bütün yükünün hamısını ötürəcək ona, özündə 0 qalır. 10-cu suala baxırıq. 1 və 3 klon olan iki eyni ölçülü kürəni bir-birinə toxundurub əvvəlki məsafəyə qaytarsaq, klon qüvvəsi necə dəyişər? Baxaq. Bax, əvvəlcə 2 dənə kürə var idi. Bunun birinin yükü 1 idi, birininki də 3 idi. Düzdürmü? İndi bunların ilk öncə klon qüvvəsi F bərabərdir. K, Q1 vurulsun Q2 bölünsün R-in kvadratıdır. Q1-in, yəni K sabit cəmiyyətdir. Q1-i, R-i də deyir ki, eyni məsafəyə qaytardıq. Yəni, R də dəyişməyəcək. İlk öncə başlanğıcda bu yükləri bir-birinə vuranda 3 vurulsun 1-dən 3 eləyir. Düzdürmü? İndi gəlirik sonrakı prosesə. Sonra bunları yaxınlaşdırdıq, araladıq. Radiuslar da eynidirsə, yük necə paylanır? Bunları ilk öncə yükləri topladım. Müsbət 1-lə mənfi 3-ü topladıq. Sonra
Axı radiuslar eynidir. Bunları 2 yerə böldük. Toplayanda eləyəcək -2. 2 yerə də böləndə hərəsinə -1 düşəcək. -1 bu yükə, -1 də bu yükə. Nəhayət bunların da qüvvəsini tapanda biri də 1-ə vuranda cavab elə 1 eləyəcək. Baxıram ki, bu qüvvə necə dəyişdi? 3-dən düşdü 1-ə. Yəni 3 dəfə azaldı. 11-ci suala baxırıq. Q1, Q2, Q3 yüklərinin intensivlik xətləri şəkildəki kimi olduğuna görə bu yüklərin işarələrini təyin edək. Baxıram ki, burada Q1-də neynir? Baxın, düzdür, yaxşı görsənmir. Qoy kitabdan baxım, görün necə görsənir bu. Q1-də özündən çıxır oxlar. Bu nə deməkdir? Deməli, bu müsbət imiş ki, oxlar özündən kənara çıxır. Burada isə özünə daxil olur. Deməli, bu isə mənfi imiş. Gəlirəm Q3-ə. Q3-də də görürük özünə daxil olur. Deməli, bu da mənfidir. Onda birincinin müsbət, digər ikisinin mənfi olduğu variant hansıdır? Bu da C variantı. On ikinci suala baxırıq. Yüklü paralel lövhələr arasında K nöqtəsində yaranan sahə intensivliyi YK olarsa, L nöqtəsində isə YL-dirsə, bunların nisbətinə baxırıq. Aha, baxırıq ki, bu necə sahədir? Bir cins sahədir. Niyə? Çünki baxın, hər tərəfdə məsafə eynidir. Görürsünüzmü? Bir cins sahədir. Bir cins sahənin isə bütün nöqtələrində intensivlik bir-birinə bərabərdir. Yəni, istəyir L-də olsun, istəyir K-da olsun, intensivlik bir-birinə bərabər olduğu üçün bunların nisbəti də 1-ə bərabər olmuş olacaq. On üçə baxaq. Şəkildəki paralel lövhələr gərginliyi U olan mənbəyə bağlanaraq yüklənmişdir. Buna əsasən nöqtələrdəki elektrik intensivliklərini. Yenə də baxın, nöqtələr artıq bizə maraqlı deyil. Bu necə sahədir? Bir cinsdir. Nədən bildik? Məsafədə, hər tərəfdə məsafə eynidir, enləri. Deməli, bir cinsdirsə hər nöqtədəki intensivlik də bir-birinə bərabər olmuş olur. Bu da oldu 13A variantı. 14-cü suala baxırıq. Olduqda yekun sahənin intensivlik vektoru hansı istiqamətə yönələr? Deməli, intensivlik vektorunun gəlin ilk öncə düsturuna baxaq. Y bərabərdir. K vurulsun, Q bölünsün, R-in kvadratı. Düzdürmü? Baxaq indi. Bizə deyir ki, yüklər eynidir modulca. R-lər də bir-birinə bərabərdirsə, yük də bərabərdir, R də bərabərdirsə və O nöqtəsində hər zaman verilən nöqtəyə özümüzdən müsbət yük qoyun. Əgər özləri bir yük yerləşdirməyibsə, müsbət yük yerləşdirirsiniz. İndi baxıram ki, yükü müsbət olduğu üçün neyniyər? Bunu özündən itələyər kənara. Gördünüzmü? Q1 də bunu neyniyir? İtələyir özündən kənara. Və əvəzləyicini hardan çıxardırdıq? Tən ortadan. Deməli, əvəzləyici tən ortadan çıxdı. Bu da oldu 3C variantı. 15-ci suala baxırıq. Kimi tarazlıqdadır. Yüklərin O nöqtəsinə yaratdıqları yekun elektrik sahəsinin intensivliyinin istiqamətini soruşur. İndi yenə bax, bayaqki düsturu gəlin yazaq. Y bərabərdir. K vurulsun. Q1 bölünsün R-in kvadratı. Baxırıq indi. Bax, bu ortada yükə. Yenə də baxın. Burada indi ilk öncə gəlin, bax, bunu birinci yük kimi götürək. Birinci yükün intensivliyinə baxaq. Aradakı məsafə 2 damadır. Bax, məsafə üçün gəlin baxaq. Hər ikisində aradakı məsafə 2 dama olduğu üçün hər ikisinin, bax, bu radiusları eynidir. Yəni, bu məsafə deyək, radius doğru çıxmaz. Bu məsafələri eynidir. Onsuz da K da stabil cəmiyyətdir. K da hər kəs üçün eyni paylanır. Vəssalam, bunların hər ikisindən əlimiz çıxdı. Deməli, intensivlik yeganə asılı olacaq burada. Nədən? Q-dən, yükün miqdarına, modulundan. Baxıram ki, indi buradakı yükdənsə, buradakı yük 2 dəfə ondan böyükdürsə, indi gəlin, bax, bu ortada bir müsbət kimi düşünsək. Bax, bu birinci yük onu itələyir özündən, bax, bu istiqamətdə, düzdürmü? İndi gəlirəm ikinci yükə. İkinci yük neyniyir? Bunu özündən, bax, yuxarıya doğru itələyir. Yox, bu mənfidir, bir dəqiqə. Bu mənfi olduğu üçün özünə çəkmiş olur. Hər zaman ortada neynirdik? Müsbət yerləşdirirdik də. Bu özünə çəkmiş olur. Sadəcə məsələ burasındadır ki,
Bax, bu birinci yükün yaratdığı intensivlik, hətta qoyun bunu biraz kiçik, xəttini biraz balaca eləyək, münasib olsun. Bax, bunun intensivliyini deyək, məsələn, 1Y götürsək, digərinkini biz 2E götürürük. 2 dəfə böyük götürürük. Axı bayaq dedik yüklə düz asılıdır. Onda aradakı deməli əvəzləyici vektor olaraq artıq tən ortadan çıxara bilməyəcəyik. Çünki ikinci axı daha böyükdür. Bax, bu ikinciyə daha yaxın olan hissəni götürürük bu səfər. Gördünüzmü? İkinciyə meyl eləyir. Tən ortadan götürə bilmədiyimiz üçün bunu meyl eləyir. Bu da olur 5Y variantı. Əgər hər iki V xətləri bir-birinə bərabərdirsə, tən ortadan götürürük. Yenə xatırladım. Yox, biri digərindən böyükdürsə, böyük olan tərəfə meyl eləyir. 16-da bərabər bölgülü üfüqi səthə yerləşdirən üçgü yükləri sükunətdə saxlanılır. Baxaq. Aha, bunu mən kitabda qeyd eləmişəm. Deməli, burada səhv var əslində bu sualda. İndi gəlin biz düz doğru varianta baxaq. Sualda hansı idisə cavabı səhv verilmişdi. Baxaq, K nöqtəsindəki mənfi Q yükü sərbəst buraxılarsa hansı istiqamətdə hərəkət edər? Deməli, baxın, bax bu da müsbət Q-dür, 3-dür, bu da müsbət 3-dür. Hətta aralarındakı məsafə belə eynidir. Görürsünüzmü? İndi burada nə edəcəyik? Deməli, burada baxın indi, hər ikisinin onsuz da məsafəsi də, yükü də eynidirsə, və bu bir dəqiqə bunun yükünü nə vermişdi bizə? Bir dəqiqə baxaq bunun yükünü müsbət verib yoxsa mənfi? Müsbət 3 verib. Müsbət 3 veribsə bunu da, bu neynir? İtələyir də özündən. Baxın, özündən itələyir hər iki yük və eyni miqdarda. Deməli, elə əvəzləyicini də biz neynirik? Tən ortadan çıxardırıq. Tən ortada da nə var? 3 var. 3 də C variantındadır. Ancaq cavabda deyəsən səhv vermişlər hansısa variantı. Siz ona baxmayın. Gəldik 17-yə. Mənfi 30 qram yüklü K elektroskopu ilə müsbət 20 qram yüklü L elektroskopu bir cinsdilər. K-nın topuzu L-nin topuzuna toxundurduqda nə baş verər? Baxaq. Deməli, nə edirik? Toxundurduqda bunları toplayırıq. Mənfi 30-la müsbət 20-ni topladıq. Yerdə qaldı mənfi 10. Bunu da 2 yerə bölürük. Mənfi 10-u bura düşdü. Mənfi 10-u da digərinə düşdü. 10 deyirəm. 2 yerə böldük 5-5. Topladıq elədi mənfi 10. 2 yerə böldük. Mənfi 5 burada qaldı. Mənfi 5 də burada qaldı. İndi baxaq, görək nə deyir bizə. Demək, K və L-nin son yükləri mənfi 5 olar. Bəli, bu doğrudur. İkincidə, L-nin köynəkləri öncə qapanar, sonra açılar. Baxın, L üçün baxaq. L müsbətdir, düzdürmü? Biz buna mənfi yaxınlaşdıranda nə edəcək? Əvvəlcə başlayıb müsbətdir, deməli, öncə qapanar, sonra açılar. Deməli, bax, mənfi gətirdi. Mənfi gətirəndə bu neyinir? Qapanır. Gəlir, neytral olur. Neytral olandan sonra sıfırlanır da, bu müsbət gəlir, sıfırlanır. Sonra axı mənfiyə keçməlidir. Mənfiyə keçəndə onsuz da yenidən də başlayır neynəməyə? Aralanmağa. Ona görə bunu da doğru götürürük. 3-ə baxırıq. K-dan L-yə mənfi 25 yük keçər. Yadınızda saxlayaq ki, müsbət heç vaxt keçə bilmir. Keçən hər zaman mənfi olur. Doğrudan da bu mənfi 5 olması üçün müsbət 20 var idi, gəldi oldu mənfi 5. Düzdürmü? Müsbət 20-dən mənfi 5-ə gələndə neynədir? 25 artdı mənfi. Yəni bu K-dan digərinə mənfi 25 yük ötürüldü. Doğrudan da baxırıq, 3-ü də doğrudur. 3-ünün də doğru olduğu hansıdır? Y variantı. 18-ə baxırıq. Baxaq, şəkildə verilən bir cins K və L kürələrinin yükləri mənfi 10 və müsbət 50-dirsə, K açarı qapanarsa nə baş verər? Baxaq, yenə də bax bu yükləri toplayırıq. Mənfi 10 ilə 50-ni topladım. Nə elədi? Müsbət 40. Sonra bunu 2 yerə bölürəm. Çünki radiuslar eynidir axı. 2 yerə bölürəm. Müsbət 20 bura düşdü. Müsbət 20 də bura düşmüş oldu. İndi hər iki kürənin yükü 20-dir. Doğrudan da 20-dir. L-dən K-ya müsbət 30 qram yük keçər. Müsbət yük keçə bilməz. Bunu heç vaxt doğru götürməyin. Müsbət keçmir. Keçən hər zaman mənfidir. Ona görə o getdi. K-dan L-yə mənfi 30 yük keçər. Bəli, baxın.
Deməli 50 idi, oldu 20. Deməli bunun üzərinə mənfi 30 gəlsək 20 eləyər. O doğrudur. 1-in və 3-ün doğru olduğu Y variantı. 19-a baxırıq. Yükləri mənfi 5 və müsbət 9 olan R və 3R radiuslu metal kürələr dayaqlar üzərində yerləşdirilir. Şəklə baxaq, ən yaxşısı. Mənfi 5 ilə 9, müsbət 9. Elə burada da verilib onsuz da dəyərlər, problem yoxdur. Baxaq, buna əsasən hansı ifadə doğru olar? Bunları birləşdirdik. Birləşdirəndə gəlin bax bu yükləri toplayaq. Mənfi 5 ilə müsbət 9-u topladım. Yerdə qaldı müsbət 4. Və bu müsbət 4-ü də baxın, burada 1 erdir, burada da 3 erdir. 3-ün 1-ə nisbətində paylaşdırırıq. Deməli, neyinirik? 4-ə bölürük. 3-ün 1-i topladım, oldu 4. Elədimi? 1. İndi 1-i 3-ə vururam, burada yazıram. 1 də bura düşür. Yəni, ümumiyyətlə 4-ü 3-ün 1-ə nisbətində paylayırıq da. Ona da 1 bura düşür, 3 də bura düşür. Düzdürmü? Davam eləyək. Görək hansı doğru ola bilər. Məsələn, deyir ki, K-dan L-yə mənfi 3 keçər. İndi baxın, K-da nə qədər idi? Mənfi 5 idi. Sonra yerdə nə qaldı? Müsbət 1 qaldı. Deməli, buradan nə qədər keçib? Mənfi 6 gedib də. Ona görə A-nı doğru götürə bilmərik. Keçirik B-yə. L-dən K-ya mənfi 5 keçibsə, baxın, L nə idi? Müsbət 9 idi. Sonra nə oldu? Müsbət 3 oldu. Deməli, buradan nə qədər keçə bilər? 9, 3, 6 keçməlidir. Bu isə bizə deyir 5 keçib, doğru deyil. C-də K-dan L-yə müsbət 3 keçər. Ümumiyyətlə, heç müsbət keçə bilməz. Müsbətləri ümumiyyətlə silin getsin. Yerdə də qaldı D variantı. Doğrudan da K-dan L-yə mənfi 6 yük keçib. 20-yə baxırıq. Deyəsən sonuncudur. Hə, sonuncudur. Baxaq. ABC elektrik keçirici kürələr şəkildəki kimi yerləşdirilərək əvvəlcə A kürəsi neytral B kürəsinə toxundurulub geri çəkilir. Daha sonra isə K çarını qapayaraq B kürəsinə... Gəlin əvvəlcə neyniyək? Mərhələ-mərhələ keçək. Əvvəlcə neyniyir? A kürəsini neytral B kürəsinə toxundururuq. Baxın, A-da müsbət 6-dır, B 0-dır, heç nə yoxdur. Bunları toxunduranda əlimizdə olan ümumi yük 6-dır da, müsbət 6-dır. İndi bunu paylayırıq necə? 2-nin 1-ə nisbətində. Yəni 2 ilə 1-i topladım, elədi 3. 6-nı bölürəm 3-ə, düşür 2. İndi bunu 2-ni vururam 2-yə, 4 bura düşdü, 2 bura düşdü. İndi də o tənasüb söhbətlərini mən çox da xırdalamaq istəmirəm. 2-nin 1-ə nisbətində paylayıram da 6-nı bir sözlə. 4 bura düşür, 2 bura düşür. Bu belə. Sonra burada da müsbət 8 var idi. Gəlirik, bacarı qapayırıq. Qapayanda nə edir? Müsbət 4 burada var, müsbət 8 burada var. Topladım elədi müsbət 12. Sonra bunu, baxın, yenə də 2R buradadır, R buradadır. 2-nin 1-ə nisbətində paylayırıq yenə də. Bu da eləyir 4 bura düşür. Deməli, 8 də bura düşmüş olur. 2-nin 1-ə nisbətində. İndi bizdən nəyi soruşur? C-nin son yükünü soruşur. Bu da elədi müsbət 4. O da harda var? D variantında var. Əgər faydalana bildinizsə, yararlana bildinizsə, zəhmət olmasa abunə olun.